Sen gelip boşanmamışdınsa niye gelip dedin ki ben boşanmışam? İndi senden ya arvadın, uşağın beni zəng gelip söyleyecek hadi korku. Yo arvadı zəng gelip beni söylemiyor. Hakkı girə bilmərəm. Bunun özüne dəfələrlə səs atmışdı. Bu da atırdı düşük mənə səsləri. Ki mən arvadım məni bu sözü atıb sənlə pis olub. Sənə görə pis olub. Cəhənnəmə gibi pis olmuşsan. Elə buradan deyirəm arvadı eşitsin. Sənin ərin gəlib mənə deyirdi ki mən boşanmışam. Mən dəfələrlə deyib ki mən boşanmışam. And içib ki boşanmışam. Mən səni əlvi yoldan çıxartmamışam. Məndən yazıqam mən. Mənim ikinci körpəm qalıb ortalıqda. İki körpəm qalıb ortalıqda. Nədir onların günahı? Nədir? TV'lerin törtöküntüləri. TV'lerin törtöküntüləri. Bəzi aparıcıların törtöküntüləri. Bəzi TV'lerin törtöküntüləri. Sonra deyirlər ki, TV'lerin günahı nədir? Onları da anlamayın. Onlarla bağlı tənqidi fikir söyləməyin. Bəs nə deyək? Bax, bəs nə deyək? İt acı olub. Çox acı olub. Ona çörək veriblər. Çörəyin arasına biraz da namus qoyublar. İt itdiyinə acından ölüb. Nə bilim, qan qusub, köpük qusub, amma o çörəyi yeməyib. Çünki içərisində namus var. Bizim bəzi aparıcılarımız, bəzi TV'lərimiz, bəzi bax bu qadın it qədər də deyil heç kim. İt o namusu yeməyib. O qeyrəti yeməyib. Acından köpük qusub. Amma o namus qoyulmuş çörəyi yeməyib. TV'lər də bəzi üzr istəyirəm, verilişlər bağlanıb. Amma nə olsun bu törtöküntülər, onların xatirələri, onların izləri, onların ləpirləri, onların təbliğ etdiyi bu əxlaqsız bir çox qadınlar hələ də görünürlər. Hələ də görünürlər, özlərinə haqq qazandırırlar, özlərinə sübut etməyə çalışırlar ki, biz düz demişik. Yenə də deyirəm, bəzi TV'lərin törtöküntüləri, əxlaqsız törtöküntüləri hələ də görünürlər. Bilmirəm, bu qadına nə deyim? Bu qadını günahkar bileyim ya bilmeyeyim. Yenə də deyirəm, itdir, çörəyin arasına namus qoyub veriblər, o yeməyib. Amma bunlar hamısı yiyir. Hamısı qəbul edir. Məndən bu qədər, bəziləri azından it qədər olun, çörəyi yeməyin. Arasına namus qoyulmuş o çörəyi yeməyin.